qurdu haqqında məlumat verə bilərsiniz izləyicilərimizə? Salam hörmətli izləyicilər. Exinokok qurdu it, pişik, canavar, çaqqal kimi heyvanların bağırsağında yaşayan lent şəkilli qurdlardandır. Exinokok qurdu insana həmin heyvanların dışqısı ilə çirklənmiş su və qida vasitəsilə yoluxa bilir. Həmin heyvanlar çöldə və yaxud sizin həyətinizdə yaşaya bilərlər. Bu baxımdan insanlar qida vasitələrini, əsasən göyərti və yerdən yığılan meyvə tərəvəzləri yaxşı yuyub istifadə etmələrini tövsiyə edirik. Çünki həmin heyvanların dışqısı ilə çirklənmiş həmin bitkilər və su hövzəsindən istifadə olunan su yoluxucu xarakterlidir. Həmçinin həmin heyvanlar küçədə mövcuddur. Özünüz və övladlarınız küçədə tanımadığınız heyvanlarla təmas etməyin. Əlinizlə onları sığalladıqda həmin heyvanların üzərində olan exinokok qurdu yumurtaları, süfrələri sizin dırnaqlarınızın altına keçə bilər və sizi qidalandığınız zaman sizi yoluxdura bilər. Bu baxımdan tanımadığınız küçə itləri və pişiklərini sığallamayın. Övladlarınızın onlardan uzaq durmasını təmin edin. Əks təqdirdə exinokok qurdu dediyimiz yoluxucu bir xəstəliklə yoluxa bilərsiniz. Exinokok qurdu bədənə düşdükdən sonra qan vasitəsilə gəlir. İlk gəldiyi məntəqə qaraciyər olduğu üçün orqanlar arasında daha çox zədələnən orqan qaraciyərdir. Qaraciyərdən əgər exinokok qurdu keçərsə, o halda beyni, ağciyərləri, dalağı, əzələləri və s. digər orqanları da zədələmə ehtimalı vardır. Əgər insanda exinokok qurdu aşkar olunubsa, mütləq və mütləq həmin qurd kisəsi əməliyyat olunaraq orqanizmdən kənarlaşdırılmalıdır. Əgər exinokok qurdu aşkar edilibsə, əməliyyat olmazsa nə ola bilər? Həmin orqanın tamamilə fəaliyyətinin itirilməsinə qədər gətirə bilər. Çünki exinokok qurdu mexaniki olaraq təzyiq edərək hüceyrələrin qidalanmasını pozur və ölümünə gətirib çıxardır. Ölmüş hüceyrələrin yerində boşluq yarandığı üçün həmin exinokok qurdunun kisəsi özü böyüyür və getdikcə içərisində müxtəlif sayda, çoxlu sayda yeni hissələr əmələ gətirir və beləliklə həmin exinokok hissəsi böyüyür və deşilərək qarın boşluğuna axa bilər əgər qaraciyərdədirsə və bu hadisə baş verərsə, insan anafilaktik şokdan, çünki exinokok qurdunun kisəsinin içərisində olan maye orqanizm üçün antigen hesab edilir. Həmin antigen küllü miqdarda birdən orqanizmə daxil olduğu üçün orqanizmdə anafilaktik şok yarada bilər və insan tələf ola bilər. Bundan başqa, həmçinin irinləyərək yayılmış peritonitə səbəb ola bilər ki, bu da həyatı təhdid edəcək ağırlaşmalardan biridir. Bu baxımdan sizdə və yaxınlarınızda exinokok qurdunun olduğunu bilirsinizsə, tam əminliklə bizə müraciət edə bilərsiniz. Sual verirsiniz ki, exinokok qurdunun olub-olmadığını necə bilə bilərik? Əksər hallarda insanlar təsadüfi müayinə əsasında aşkar olunur ki, qaraciyərində və yaxud dalağında, ağciyərində exinokok qurdu var. Exinokok qurdu olduğu halda ilkin mərhələlərdə heç bir klinik əlamət vermir. Getdikcə qurd böyüdüyü üçün mexaniki təzyiq edərək ətraf orqanları sıxır, küt ağrı verə bilər, kök verə bilər. Bundan başqa, yerləşdiyi nahiyyə uyğun olaraq müxtəlif simptomlar verə bilər. Amma əksər hallarda, əgər irinləyərsə qızdırma da verə bilər, əksər hallarda isə tam əlamətsiz keçir, təsadüfi müayinələr əsasında aşkar olunur. Əgər ailədə bir nəfərdə exinokok qurdu rast gəlinibsə, ailənin digər üzvlərində də exinokokun olma ehtimalı olduğu üçün digər insanların da kontrol müayinələrdən keçməsi məsləhətdir. Diqqətiniz üçün sağ olun.